Salam uşaqlar, 21 avqust 2020-ci il 4-cü qrup qəbul imtahan sualları. Hansı reaksiyalar doğrudur? Bəli, 1 doğrudur. N-oksigen NO2 verir. 2 yanlışdır. Niyə? Çünki azot oksigenin çox yüksək temperaturda verəcək NO. 2 yanlışdır, biri götürür. 2 yanlışdır. Cavab C variantı. 4 niyə yanlışdır uşaqlar? Burada alınır N2O, üzərinə gələnsin 2 molekula su. 32-ci sual. Elektron sayı 2x plus 8 bərabərdir 10, x bərabərdir 1. Deməli, bu hidrogendir. Y üzərinə gəlsin 16 bərabərdir 32, y bərabərdir 16, deməli, bu kükürdür. Hidrogenlə kükürt verir H2S. 2 elektron burada olacaq, 16 elektron da kükürddə olacaq, eləyəcək 18. Sualın düzgün cavabı Y variantı. Baxaq 53-cü sual. Alkil bromid. Hər hansı bir alkil bromiddirsə, H2N topla 1 brom. Bunun natriumla reaksiyasının aydındır ki, burada alınır alkan, CnH2n topla 1, CnH2n topla 1. Üzərinə gəlsin natrium brom. Bura 1, 2, brom 2 oldu. Bura 1, 2, bura da 1, 2. Verib 0,4-dən 17,2 qram. Görə 2 molla nə qədər olacaq? X. Buradan x bərabərdir. Deməli, 17,2 vurulsun 2 bölünsün 0,4, 86. Yəni, tapdıq ki, alınan alkanın kütləsi 86-dır. 14-dən topla 2 bərabərdir 86-ya, 14-dən bərabərdir 84-ə, n də bərabərdir 6. Əgər bu alkanda 6 karbon varsa, deməli, başlanğıc alkanda 3 karbon var imiş. Yəni, virus reaksiyası da uşaqlar. Cavab edir 33-də A variantı. 34-cü suala baxaq. Deməli, uyğunluq yəqin müəyyən edin, yazıb 34-də. Bax, parçalanma məhsullarını əzbərləyik. Mis oksid istisnadır. NO2 üzərinə gəlsin O2. Natriumdan alınır natrium NO2 plus O2. Gümüşdən alınır gümüş, üzərinə gəlsin NO2, üzərinə gəlsin O2. İndi variantlara baxaq. 2 bəsit, 1 mürəkkəb. 2 bəsit, 1 mürəkkəb, 1-ə gəldi Z. 2 mürəkkəb, 1 bəsit, 2 mürəkkəb, 1 bəsit, x. Z-lə x, sualın düzgün cavabı A variantı. Qarışqa turşusunun deməli, gümüş biroksidlə gümüş güzgü X maddəsi olur karbon qazı. Karbon qazında formulu bu şəkildədir uşaqlar. Karbon atomunun hibridləşməsi sp-dir. Ona görə x-i götürə bilmərik. A variantı. İkincidə alınır HCO natrium, üçüncüdə alınır HCO kalium. Qarışqa turşusun, bax, karbon turşularından aldehidlərin bu funksional qrupunda olan karbon atom dediyi sp2 hibrid vəziyyətindədir. sp2 hibrid vəziyyətində. Yəni, Y-lə Z-in hər ikisini götürmək olar. Sualın düzgün cavabı D variantı. 36-da bəli, A variantı natrium OH-dır. Y. Aydın ki, bu əsasi oksiddir, natrium 2O-dur. Bu birisi də natrium OH-dır ki, mis 2 sulfatla natrium hidroksid. Deməli, duzla əsas o vaxt reaksiya girək ki, hər ikisi suda həllan olsun, nəticədə çöküntü alınsın. Bizdən nəyə soruşur? Qələbləri müəyyən ilə Y-lə Z. Sualın düzgün cavabı 36 deyil, B variantı. Yox, Y-lə Z yox, X-lə Z. C variantı, zürü sayın. Qələbi soruşaq. 37-ci sual, görək burada nə verir. X qazının kütləsi Y qazının kütləsindən 4 dəfə çox. MX bölünsün MY bərabərdir 4-ə. X-in nisbi molekul kütləsi Y-in nisbi molekul kütləsindən 2 dəfə az. Onda Y çoxdur. MY bölünsün MX bərabərdir 2-yə. X-in mol miqdarı νX, Y-in mol miqdarına νY bərabərdir. MX bölünsün MX vurulsun, birbaşa yazıram, MY bölünsün MY. O da bərabərdir. MX-in yerinə 4MY yazaram. Böyük MX-in yerinə elə MX yazaram. Böyük MY-in yerinə 2M X yazaram. MY-in yerinə də elə MY yazaram. MY-lər buradan gedir, MX-lər buradan gedir. Cavab olur 8. Sualın düzgün cavabı 37 deyil, D variantı.
Xlor üçün hansı ifadələr doğru deyil? Sənayedə elektroliz üsulundan alınır. Bəli. Havadan ağırdır. Bəli. Təbiətdə sərbəst halda yayılmışdır. Xlor birləşmələr şəklində rast gəlmiş uşaqlar. Cavab C variantı. 39-cu sual. Suda katyonların qatlığı məhlulların. Bu sualdan elə bir dəfə də işləmişdik əvvəlki qəbullarda. Yenə də baxaq. Deməli, suda həll olunan maddələr dəmir 3 nitrat. Yazıram. Dəmir NO3 3 dəfə. Bunun gələk hidroelektrin dissosiasiyasına baxaq. Buradan alınır dəmir 3 müsbət, üzərinə gəlsin 3 NO3 mənfi. O birisindən dəmir 2 xloriddən alınır dəmir 2 müsbət, üzərinə gəlsin 2 xlor mənfi. Dəmir 3 sulfatdan da dəmir 2 SO4 3 dəfədən də alınır 2 dəmir 3 müsbət, üzərinə gəlsin 3 SO4 2 mənfi. İndi uşaqlar, bax, bizə nə verir? Katyonların qatlığı eyni miqdardadır. Məhlulun həcmi eyni miqdarda olsun. Anyonların qatlığını bizdən soruşur. Bax, neyniyək? Başqa heç nə də verilmir. Hə, dissosiasiyanı da verib güya 100%. Bax, məhlulun həcmi V hər biri üçün V-yə bərabərdir. Yəni, sabitdir. C bərabərdir 1000 bölünsün V-dir. V hamısına sabitsə qatlıq molla düz mütənasibası. Deməli, molla işləyə bilərik. Katyona A verəndə anion olub X. Katyona A verəndə anion olub X, 1-ə də 3-dür. X buradan bərabərdir, X bərabərdir 3-aya. Katyona A verəndə anion olub Y. Katyona A verəndə anion olub Y, 1-ə də 2-dir. Buradan Y bərabərdir 2-aya. Katyona A verəndə anion olub Z. Katyona A verəndə anion, nə yazıram mən? Katyona A verəndə anion olub Z, 2-yə də 3-dür. Buradan da Z bərabərdir 1,5-a. Aydındır ki, X böyükdür Y-dən, o da böyükdür Z-dən. Sualın düzgün cavabı 39 eləyər, Y variantı. Davam eləyər 40-cı sualla. İkinci və üçüncü karbon atomları. Birinci karbon atom budur, ikinci karbon atom budur, üçüncü karbon atom budur. Sonra ikinci karbon atomun hibridləşməsi nədir? sp2, yəni 3 hibrid orbitalı yaranır. 3 hibrid orbitalı yaranır. Yəni hibridləşmədə 3 olur. Bir dənə fikir verir, bax, burada 4 hibrid orbital yaranıb. Burada 3-ü yaranıb, burada 2-si yaranıb. 3-ü yaranırsa, deməli, ikinci karbon atomuna gəlir B. İkinci karbon atomuna gəldi B. Üçüncü karbon atomunda da uşaqlar hibridləşmə sp3-dür. Yəni 4 hibrid orbital, 4 dənə yaranmalıdır. 3-ə də gəlir A. Düzgün cavab 40-cı sualda olur Y variantı. Davam edir 41-ci sualla. Hansı boruları birləşdirikdə asetilinin təyini reaksiyası baş verər? Asetilin uşaqlar, asetilin təyini bromlu su ilə aparılır. Cavab biri 1 olar, biri də 4 olar. Niyə? Bax, birinci qabda kalsium karbidin su ilə reaksiyasından, biz bilirik burada alınır asetilin, üzərinə gəlsin su. Elə CH2 üzərinə gəlsin su. Həmin asetilini də bromlu su ilə təyin edərik də. Düzgün cavab olur 41-də C variantı. Davam edək 42-ci sualla. Məhlulun kütləsi deyir. Məhlulun kütləsi neyləsin? Artsın. Deməli, lövhənin kütləsi azalmalıdır. Gəl birinci reaksiya baxaq. Dəmir üzərinə gəlsin mis SO4. Buradan alınır. Dəmir SO4 üzərinə gəlsin mis. Bir də buna bax, dəmir 56-dır, mis 64. Elə lövhənin kütləsi neyinir burada? Lövhənin kütləsi artır. Lövhənin kütləsi artırsa, məhlulun kütləsi azalır. Amma bizə məhlulun kütləsinin artması lazımdır. Deməli, biri götürə bilmərik. 1 getdi, 1 getdi, 1 getdi. İkilər dəqiq heç baxmıram, ya 3 ya 4. Gəl 3-ə baxaq. Magnezium üzərinə gəlsin mis SO4. Buradan alınır magnezium SO4 üzərinə gəlsin mis.
Maqnezium 24-dür, mis 64. 24-dən gəldi 64-ə. Lövhənin kütləsi 40 qram artdı. Lövhə 40 qram artırsa, məhlul 40 qram azalır. Yenə məhlul azaldı. Ona görə bu maqnezium olan hansı idi? 3-ü də götürə bilmərəm. 3-ü də götürə bilmərəm, onda 42 qalır. Düzgün cavab D variantı. Lövhə azalanda məhlul artır, lövhə artanda məhlul azalır. Baxaq 43-cü sualına. Deməli, nə verib bizə? Hidrogenlə oksigen reaksiya üçün götürülən maddələr. Deməli, birinci halda H2 üzərinə gəlsin O2 alınıb H2O. Yaxşı. Əmsallaşdırsaq, 2 bura yazarıq, 2 bura yazarıq. İkinci halda yenə H2, 3 dənə yazaq bunu. Alınır H2O, əmsallaşdıraq. Üçüncü halda isə H2 üzərinə gəlsin O2, əmsallaşdıraq H2O, bura bir 2 yazaq, bura bir 2 yazaq. Reaksiya ayrılan isti miqdarına Q1 hansında daha çox sərf olunursa yoldaşlar, orada ayrılan isti miqdarı daha çox olar da məntiqlə düşünsək. İndi bax, hamısında 2-nin 1-ə, 2-nin 1-ə, 2-nin 1-ə sərf olunur. Başlanğıcda bunu verib 0,4, bunu verib 0,1. İndi mən bunu başlanğıcda 0,4 verib, 0,4, bunu verib 0,1. Əgər mən bunu bir dənə, gəl oksigenə görə hesablayaq da onda. Əgər mən bunu bir dənə fikir verək, hansısa çox sərf olunma olar. Bunu 0,4 götürsəm, mənə 0,2 oksigen lazımdır. Amma əlimdə oksigenim 0,1-dir. Ola bilməz. Deməli, ikisini götürməliyim. Onda 0,1 oksigenə nə qədər sərf olunar? 0,2 bundan sərf olunar. Bundan qalmaz. Bundan da 0,2 qalar. 0,4-dür, 0,2-si getdi. 0,1 burada oksigen sərf olundu. İndi yenə 2-nin 1-ədir. 0,2, 0,5 verir. Belə 0,5 olsa mənə 1 mol lazımdır. Əlimdə 1 mol yoxdur. Deməli, bunun 0,2-sinə 0,1 olar. Onda fikir verək. 0,2 idi, 0,2-si getdi. Bundan qalmadı. 0,5 idi, 0,4 qaldı. Yoldaşlar, oksigenə görə baxın. 0,4 burada sərf olunur. 0,1 burada, 0,1 burada sərf olunur. Onda ikinci və üçüncü reaksiyanın istilik effektləri bir-birinə bərabərdir. 2 ilə 3 bərabərdir. İndi gəl buna baxaq. 0,4, 0,4 sərf başlanğıcdır hər ikisi. 2-nin 1-ədirsə, bunun 0,4-ündən bunun 0,2-si sərf olunur. Bundan qalmaz, bundan 0,2 qalar. Fikir ver, birinci halda sərf olunma daha çoxdur. Onda Q1 bunlardan böyük olar. Belə bir cavab, sualın düzgün cavabı 43-də eləyər, A variantı. 44-cü suala baxaq. Temperatur əmsalı 2 olan reaksiyada 50 dərəcədə 12 dəqiqə başa çatırsa, saniyə ilə verib dəqiqə ilə olsun, yaxşı dəqiqə ilə taun 1-in taun 2-yə olan nisbəti bərabər qamma üstü T2 minus T1 bölünsün 10. Temperatur əmsalı 2-dir. Deyir ki, 50 dərəcədə 12 dəqiqəyə, 50 dərəcədə 12 dəqiqəyə başa çatırsa, hansı temperaturda 3 dəqiqəyə başa çatır? T2 minus 10. Buradan 2 üstü T2 minus 50 bölünsün 10 bərabərdir 4. 4 2 üstü 2 deməkdir. T2 minus 50 bərabərdir 20-yə. T2 bərabərdir 70-ə. Sualın düzgün cavabı 44-də eləyər B variantı. Davam. Buranı silsək, elə 45-ə də yer ayrılmış olar. Ya da dayan görək. Son 15 sual, səbrim biraz tükəndi. 45. Doymuş bir atomu spirt hansı halda maddələr ola bilər? Molekulunda karbon atomlarının sayı 4-dür. Mis 2 oksigen alınan maddənin homoloji sırada yeri 2-dir. 4-dürsə
İzopropil spirt olmaz çünki orada 3 karbon var. 4'ü buradan çıxarıq. Mis 2 oksidin oksidləşməsinə alınan maddənin homoloji sırada yeri. Gəl baxaq. Görək hansı ola bilər. Butanol 1, yoldaşlar bir dənə bax. Butanol 1 birli spirtdir. Birli spirtin oksidləşməsinə nə alınır? Aldehid. Butanoldursa butanal alınacaq da. CH3, CH2, CH2, COH. Butanal da homoloji sırada 4-cü nümayəndədir. 2-ci nümayəndə deyil. Deməli 1 getdi. Onda 1-i də çıxdım. O cümlədən yoldaşlar butanal 2-ni də çıxaram. Yox, butanal 2-ni çıxaram. Yox, çıxmaram. Əksinə butanal 2-ni götürərəm. Niyə? Çünki butanal 2-ni götürsəm, bir dənə bax, CH3, CH, OH, CH2, CH3. Bu ikili spirtdir. Bunun oksidləşməsindən alınır keton, CH3, CO, CH2, CH3. Ketonların da birinci nümayəndəsində uşaqlar ketonların 3 karbon atomu var. Amma ikinci nümayəndəsində 4 karbon. Bizdən dediyi ikinci nümayəndə olsun. Deməli, biri 3-dür. Ya cavabım ya 3-5 ya 3-6. Aydındır ki, burada ikili butil spirt olacaq. İkili butil nə idi uşaqlar? CH3, CH2, CH, CH3. İkili butil elə butanol 2 deməkdir də. Yenə bunun oksidləşməsindən eyni bu maddə alınacaq. Bu da homoloji sırada ikinci nümayəndədir. 45-də eləyəcək cavab B variantı. 46. Alındı mis, alındı SO2, alındı SO3, alındı kalsiyum SO4. Sadəcə reaksiyaları əzbərləmək lazımdır. 46-da da cavab B variantı. Davam edək 47-ci sualdan. Hansı qablarda turşu qatıdır? Hansı qablarda turşu qatıdır? Gəl baxaq. Əgər mən hamısını qatı götürsəm, tutaq ki, burada qatı götürsəm, məsələn, bax, bizə şərt də verir, bax, Z budur. Z oksigenlə deyir T versin. Gəl bir dənə baxaq. Tutaq ki, buradan qatı götürsəm, burada alınar SO2. Burada alınar H2S, burada da alınar H2S. İndi Y. Y H2S'dir. Oksigende yanır X. Bəli, SO2 və T-ni verə bilər. Z H2S-dir. H2S-in oksigende yanmasının T alınmır. Deməli, onda yoldaşlar burada nə götürülüb? T ortaqdır yoldaşlar. Onda bu halda duru götürülüb ki, bu halda duru götürülüb. Duru götürəndə hidrogen ayrılır Z. Z də hidrogen də oksigenlə verir H2O. Hər ikisində alınır su. Deməli, onda bu duruymuş. Qatı olur 1 ilə 2. Sualın düzgün cavabı 47-dir da. Y variantı. Neçə sual qaldı? 48, 13 sual. 5 dəqiqə dincələk. Yaxşı, baxaq 48-ci suala. Ağzı açıq qabda olan natrium karbonat və kalsiyum karbonat ikisi bir yerdə 20 qram verib. Qızdırıldıqda aydındır ki, natrium karbonatı parçalanmaz, amma kalsiyum karbonatı parçalanır kalsiyum oksidə və karbon qazına. Bu zaman qızdırda kütləsi 11% azalır. 20-nin 11%-ni hesablayaq. 20-nin 11%-ni hesablasaq nə qədər eləyir? 1, 5, 11-i də 5-ə bölsək 2,2 qram deməli burada azalma baş verir. Həmin azalma da karbon qazına görə gedir. 2,2 qram X-dan 100-ə də 44 qram azalmadır. Buradan X bərabər nə eləyib? 2-yə bölüb 10-a bölüb. 2-yə böl 50, 10-a böl 5. Deməli bu qarşıda kalsiyum karbonat 5-dir, natrium karbonat 15-dir. Natrium karbonatın kütlə payı 15 bölünsün 20 vurulsun 100. O da 4-də 3-dür da 5-ə bölsə 75%. Sualın düzgün cavabı 48-də eləyəcək. Y variantı. 49. Eyni kütlədə götürülmüş
C2H4 və C3H6-dan ibarət qarışıq tam yandırdıqda bu qədər. Bax, C2H4 nə qədərdir? C2H4 kütləsi nə qədərdir bunun? Və C3H6-nın kütləsi. 24, 28 budur. 36, 42 mi eləyir? Bəli, 42 də budur. Hər tərəfi 7-yə bölsək, 4-ün 6-ya, 2-yə bölsək, 2-nin 3-ə. Deməli, biz bunları 3-ün 2-yə, 3x bundan götürürük, 2 qismi da bundan götürürük. Tam yandıqda bu qədər karbon qazı. Hər birinin yanmasından alınır 2 mol karbon qazı, 3 mol karbon qazı. Amma 1 molundan 2 moldursa, 1 molundan 2 moldursa, 3x molundan 1 t mol. Buradan t bərabərdir 6x mol karbon qazı buradan alınır. 1 molundan 3 moldursa, 2x-dən yenə bir z yazaq. Z də bərabərdir yenə 6x molda karbon qazı burada alınır. Və karbon qazının kütləsini verir 528. 528-i bölərəm 44-ə neçə eləyəcək? Bir dəfə 44, 88-in içərisində 2 dəfə. Deməli, karbon qazının ümumilikdə 12 moldur. 6x üzərinə gəlsin, 6y bərabərdir 12-yə. 6x plus 6x bərabərdir 12-yə, 12x bərabərdir 12-yə, x də bərabərdir 1-ə. X 1 moldursa, deməli 3 mol başlanğıcda bundan götürülüb, 2 mol da bundan götürülüb. İkisinin bir yerdə yəqin kütləsini soruşur. C2H4 və C3H6 qarışığının kütləsi neçə qramdır? Qarışığın kütləsi. 3 mol 28-i vurursan 3-ə, 54, 24, 2 yadda 84, deməli 42-ni də vurursan 2-yə, yenə eləyir 84. 84 nöqtə 84, 168. Sualın düzgün cavabı 49-da eləyir D variantı. 50. Bu reaksiyadan bilirik ki, alınır karbamid CONH2 2 dəfə üzərinə gəlinsin su. İndi baxaq. Bir dəm qazı alınır, yanlışdır. 1 getdi, 1 getdi. Karbamid alınır. Doğrudur. Oksidaşma reduksiya reaksiyası deyil. Bəli, karbamidin alınması dərs zamanında demişik, oksidaşma reduksiya reaksiyası deyil. Heç bir halda oksidaşma dərəcələri dəyişmir. Uşaqlar, hansı karbiddən asetilin alınır? Bayaqdan danışırıq. Aydındır ki, bu kalsium karbiddir. Kalsium asetilin də su ilə reaksiyasından yoldaşlar. Alkinlərdən bir dənə asetilin indi ki, aldehid verir. Qalanları keton verir. CH3, COH. Y variantına bax. Cavab Y variantı. Davam edirik 52-ci sualdan. Oy maşallah. Görək burada nə verib. Doymuş spirtlər molekulunda oksigen atomlarının sayı. Deməli bu bir atomlu spirtdir, bir atomlu, bir oksigen var. Deməli bu olur 2 atomlu spirt. 2 atomlu spirt. Karbon atomlarının sayını da bərabər verib. Əgər Y homoloji sıranın ikinci nümayəndəsi, Y homoloji sıranın ikinci nümayəndəsidirsə, 2 atomların birinci nümayəndəsi budur. CH2OH, CH2OH, bu birinci nümayəndəsi. İkinci nümayəndəsi də budur. Onda X üçün hansı ifadələr doğrudur? Onda X də olur C3H7OH. Niyə? Çünki karbon atomlarının sayı bərabər olmalıdır uşaqlar. 1. Homoloji sıranın 3-cü nümayəndəsidir. Bəli, C3H7 homoloji sıranın 3-cü nümayəndəsi doğrudur. 1 getdi, 1 getdi. Sinif daxili izomeri yoxdur. Sinif daxili izomeri yoxdur. Deməli, sinif daxili izomeri C3H7OH var yoldaşlar. Normal propil spirtinin sinif daxili izomeri var. Bax, izopropil spirtidir da. CH. Bunu bir dəfə belə yazmaq olar. Bir dəfə də bu formada yazmaq olar. İzopropil formada. Sinif daxili izomeri var. 2 alınmışdır. 2-ni götürəcəyik. Siniflərarası izomeri asetondur. Yoldaşlar,
Bir atomu spirtlərin sinflərarası izomeri sadə efirlərdir. Metil etil efirdir bunun sinflərarası izomeri. Aseton deyil. Ona görə 3 də yanlışdır. Həll 2-də cavab D variantı. Davam edək 3-cü sualla. 2 mol budur ikisi bir yerdə. 2 mol hidrogenlə. Deməli, biraz dincələk uşaqlar, yorulduq. Yaxşı, 53-cü sual. Əlimizdə var C2H4 etilen və C2H6 etan. İkisi bir yerdə 2 moldur. Və bura 2 mol hidrogen əlavə olunur. Aydındır ki, hidrogen, amma bilmirik nə qədərdir. Tutaq ki, bu A moldur, bu B moldur. Bura hidrogen aydındır ki, bununla reaksiya daxil olar, verər C2H6. Əgər bu birindən biridirsə, A molunun A-sı daxil olar. Buradan da A mol C2H6 deməli əmələ gələr. Oradan isə deməli verib, bax, indi son qarşıya baxaq bir dənə. Verib C2H6 və hidrogen. Yoldaşlar, hidrogen başlanğıcda 2 mol idi. Bunun A-sı getdi. Deməli, 2 minus A hidrogen qaldı. C2H6-da deməli, A qədər əmələ gəldi, B qədər də var idi. A qədər əmələ gəldi, B qədər də var idi, C2H6. İkisi bir yerdə isə 2,5 moldur. Yəni, A plus B üzərinə gəlsin 2 minus A bərabərdir 2,5-ə. Buradan A gedər, B bərabərdir deməli neçəyə? 2,5, 0,5-ə. Və əvvəlcə də bu, yəni A plus B də 2 idi. A plus B bərabər 2, B-nin yerinə A üzərinə gəlsin 0,5 bərabərdir 2-yə, B də bərabərdir deməli 1,5-ə. Bizdən soruşur, etan və etiləndən ibarət qaz qarşılığındakı etanın həcm payı. Yoldaşlar, etan C2H6, yəni B, yəni 1,5. 1,5 bölünsün ümumi 2 vurulsun 100%-lə deməli hesablaya bilərik. Nə qədər eləyir? Hesablayamıram, yorulmuşam. Deməli, 1,5-i 100-ə vurub, 1,5-i 100-ə vurub, deməli, böləcəyik 2-yə. Deməli, nə qədər eləyir? 75% özünü göstərir. Sualın düzgün cavabı 53-də eləyəcək 75%. İndi, məsələn, davam edirik 54-cü sualına. Etanın həcm payını ümid edirəm düz tapdım. Başım qarışdı, otağa adam girdi. Deməli, 75%. Davam edirik 54-cü sualla. Görək, 54-cü sualda bizə nə verib? Reaksiyanı yazırıq. Mis 2O üzərinə gəlsin mis 2S. Biz bilirik ki, bu reaksiyadan alınır mis üzərinə gəlsin SO2. Oksigen 2-dir, bura bir 2 yazdıq. Düzəldik. Mis nə qədər oldu? 4, 6 da misə yazdıq. Birdən baxaq görək düzdür, yoxsa yox. Deməli, mis 4, 6, oksigen 2, oksigen 2, kükürt 1. Bəli, düzdür. Reaksiyası üçün nə doğrudur? Deməli, mənfi 2, müsbət 1, mənfi 2, müsbət 1 də buna qalır. Mis 2O reduksiya edicidir. Mis 2O hər ikisi oksidləşdiricidir əslində. Mis 2, hər ikisi yox. Mis 2O uşaqlar oksidləşdiricidir. Mis müsbətdən 0-a gəlib, oksidləşdiricidir. 1 yanlışdır. Sonra 2. Reaksiya məhsullarından biri SO2-dir. Bəli, reaksiyanı bilirik. 3. Reaksiya məhsullarının əmsalları cəmi 6-dır, səhvdir, 7-dir. Reaksiya məhsulu misdir. Bəli, 2, 4. Mis 2S-in əmsalı 1-dir. Bəli. Oksidləşmə məhsulu SO3-dür. Uşaqlar SO2-dir, yanlışdır. Bir 5 dəqiqədə dincələk. 1, 2, 3 sual buradan, 3 sual buradan, 6 sualda sonra izah edəcəm. Yaxşı, baxaq. Belə bir maraqlı məhlul məsələsi var. X maddəsinin həll olma əmsalı 1500-dür. Deməli, yoldaşlar, bu hal B arsa hökmən KH yazırıq 1500.
Deməli, burada həll olan 1500, həll edici bilirik 1000, məhlul isə 2500. Məhlulda fikir verir, əlavə olan x-in kütləsi, yox, məhlulda x-in kütləsi 90 idi. Yəni, həll olan maddənin kütləsi 90 idi. 30 qramda əlavə olundu. 90 üzərinə gəlsin 30. Deməli, bu məhlulda oldu 120 qram x. Yəni, həll olan. Amma nə qədər məhlulda bunu bilmirik. Buradan tapa bilərik. 2500 məhlulda 1500 həll olan varsa, biz tapdıq ki, həll olanım oldu 120. 120 həll olan, görə nə qədər məhlulda olar? X məhlul. X bərabər. İşfahi deyənlərə mütləq kalkulyator 2500 200. Deməli, məhlulun kütləsi oldu 200 qram. Rho məhlul bərabərdir M məhlul bölünsün V məhlul. Buradan alınır. V məhlul bərabərdir M məhlul bölək Rho məhlul. Onsuz da qram bölünsün qramdır. Bu da 1,6 qram bölünsün milli. Bizdən də elə milli ilə soruşduğuna görə heç bir şey dəyişməyə ehtiyac yox. Qramlar buradan gedər. 200 də bölürük 1,6-ya, deməli 125 milli məhlul. Sualın düzgün cavabı. 56-cı sual. Bilmirəm, niyə çox yorğun hiss edirəm özümü. Uşaqlar biraz üzrü sayın. Kalsium ortofosfatı yazıram. Kalsium ortofosfat üzərinə gəlsin silisium O2, üzərinə gəlsin karbon. Bilirik, yaxud fosforun alma reaksiyasıdır. Alınır kalsium silisium O3, üzərinə gəlsin P4, üzərinə gəlsin CO. İndi fosfor 4'dür, bura 1-2 yazıq. Kalsium oldu 6, bura 1-6 yazıq. Silisium 6 oldu, bura 1-6. Oksigen 8, 16, 16, 28, 18 qalır 10. Burada yazdı 10. İndi baxın. Deyir ki, reaksiyasından alınan fosforun kütləsi götürülən kalsium ortofosfatın kütləsinin 18%-ni təşkil edərsə, praktiki çıxma hesabı. Əslində gəlin nə qədər? Görək nə qədər. Bax, əslində 4 fosfor. Yəni 4 vurulsun, belə yazaq. Bax, əslində yazaq. Bax, yəni P4'ü bölürük götürmüş kalsium ortofosfatın kütləsini görək əslində neçə faizini təşkil edir. Deməli, 4 vurulsun 31 bölünsün 2 vurulsun 310 vurulsun 100%. O da bərabərdir. Bir dən bunu hesablayaq. 4 vurulsun 31 vurulsun 100 bölünsün 2 bölünsün 310. Nə qərb oldu? Hə, səhv yazmışam, deyirəm. 4 vurulsun 31 vurulsun 100 bölünsün 2 bölünsün 310. Əslində təşkil edir 20%-ni. Götürülən kalsium ortofosfat götürülən 20% təşkil edir. Tapdığımız hər bir şey 100% reaksiyaya görə. Praktikə çıxın 100% olanda 20%-ni təşkil edir. Amma bizə deyir ki, 18%-ni təşkil edən zaman praktikə çıxma hesabla. Buradan da x bərabərdir. Deməli, 18 vurulsun 100 bölünsün 20. Onda praktikə çıxma eləyir 90%. 57-ci sual. Bu da 2019-un qəbulunun sualı deyəsən. X doymuş bir atomu spirt və Y bir əsası karbon turşusu. Deməli, X spirtdir, Y karbon turşusu. Z də mürəkkəb efirdə aydınlı spirtlə karbon turşusundan mürəkkəb efir. Deyir ki, Z mürəkkəb efirində karbonun kütlə payı 40%-dir. Aha. Gəl baxaq uşaqlar. Və mürəkkəb efirlərin ümumi formulu nədir? CnH2nO2. Elə? CnH2nO2. Burada nəsə elə bir çatmır. X doymuş bir atomu spirtlə Y doymuş bir əsası karbon turşusuna əmələ gələn Z mürəkkəb efirində karbonun kütlə payı 40%. X, Y, Z molekulanın sigma rabitənin olmalı müəyyən edin. Nəsə elə bir. Nəsə, bir dənə sual işləyək. Deməli, karbonun kütlə payı 40%. Mürəkkəb efirlərin formulu bu şəkildədir.
Karbonun kütlə payı 40%-dirsə, gəl buradan deməli 12n bölünsün 14n topla 32 vurulsun 100 bərabərdir 40-a. O da bərabərdir 10-da 4-ə, o da bərabərdir 5-də 2-yə. Burada 1, burada 6. 30n bərabərdir 14n topla 32. Hə, rahat uşaqlar, artıq aydındır. Deməli 16n bərabərdir deməli 32-yə, n bərabərdir 2-yə. Mən dedim indi uşaqlar, burada məsələn n 3, 4, 5 olacaq. Mən nə bilim karbonda neçə, mən nə bilim spirtdə neçə karbon var, turşuda neçə karbon var. Amma artıq n-i 2 tapdımsa, mürəkkəb efirdə 2 dənə bax CH3, COO, OCH3-dür da, bu aydındır ki. 2 dənə üzr istəyirəm. 2 dənə karbon olan mürəkkəb efir hansıdır? Aydındır ki, budur. Onda deməli mənim spirtim CH3OH-dır. Karbon turşumda qarışqa turşusudur. HCOH. Hər birində sigma rabitə. Uşaqlar, sigma rabitələr ya istəyirsiniz formulada hesablayın, ya da atom cəmindən 1 çıxın. 1, 2, 3, 6. 6-dan 1 çıx 5. 1 oldu C. 2-yə baxaq. 1, 2, 3, 4, 5. 5-dən 1 çıx 4. 2 oldu Y. Seni ilə yazmışam, Y yoxşur. Yenə eyni şey yazdıq. İndi 3-ə baxaq. 1, 2, 3, 4, 5. 5-in üstü 3, 8. 1 çıx 7. 3-ə də qalır A. S, Y, A. Situasiyalar. Praktiki məşğələ zamanı müəllim üzərində 1, 2, 3 qeyd olunmuş sınaq şüşələrinin etilen glikol, etanol və sirkə aldehidi nümunələri şagirdlərin birinə verərək hansı maddənin sınaq şüşəsində olduğunu müəyyən etməsini tapşırır. Bunun üçün şagird xlorid turşusunun normal duzla natrium OH məhlulu əlavə etməklə alınan X maddəsini hər 3 sınaq şüşəsinə aydındır yoldaşlar, nə demək istəyir? Gəlin baxaq. Deməli, buradan ekran qayd edək. Baxın, xlorid turşusunun normal duzu. Aydındır ki, yoldaşlar, bu mis xlor 2-dir. Təyinatdan söhbət gedir. Buna natrium OH əlavə eləsək, alınar. Mis OH 2 dəfə üzərinə gəlsin natrium xlor. Elə? Bura 1-2, bura 1-2. Bu oldu bizim çöküldüyümüz. Etməklə alınan X maddəsini, yəni X maddəsi də aydındır ki, budur. 3 sınaq şüşəsinə əlavə edərək müşahidələr aparılır. Qızdırma zamanı qırmızı çöküntü alınır, dəyişiklik müşahidə olunmur, parlaq göyümtül əmələ gəlir. Aha, onda uşaqlar, bax, deməli, maddələrimiz nə idi? Etilen glikol, etanol və sirkə turşusu. Uşaqlar, etilen glikol, etanol və sirkə. Etilen glikol budur. CH2OH, CH2OH. Elə? Yoldaşlar, bunu mis 2 hidroksidlə, tərsinə yazdım. OH, HO. Mis 2 hidroksidlə reaksiyasından bu alınır. CH2, CH2, OO, mis plus H2O. Parlaq, göy rəngli hissə budur. Parlaq, göyümtül məhlul. Parlaq, göyümtül məhlul. Göyümtül məhlul. Deməli, etilen glikol 3-cü qabda var imiş. Etilen glikol. Etilen glikol. Yoldaşlar, etanol CH5OH. Bu bir atomlu spirtdir. Bu mis 2 hidroksidlə yox, mis 2 oksidlə təyin olunur. Deməli, heç bir dəyişiklik müşahidə olunmur. Deməli, burada var etanol. Aydındır ki, burada qalır sirkə aldehidi, sirkə aldehidi. Sirkə aldehidin oksidləşməsi zaman sirkə turşusu və mis 1 oksid alınır. Qırmızı hissə də budur. Qırmızı çöküntü də budur. İndi deyir ki, etilen glikol olan sınaq şüşəsinin nömrəsini və X maddəsinin formulunu. Etilen glikol olan sınaq şüşəsi 3-cü sınaq şüşəsidir. X maddəsi də mis 2 hidroksiddir. Mis OH 2 dəfə.
Bir nömrəli sınaq şüşəsində baş verən reaksiyanın təhlilini yazın, əmsallaşdırın. Bir nömrəli sınaq şüşəsi sirkə aldehididir. İndi birazdan yazarıq. Tərkibində 4 mol natrium OH məhlulundan artıq miqdar xlorid turşusundan reaksiyasında neçə qram X maddəsi əmələ gəlir? Yaxşı. Aydındır, bu hissələri başa düşdük. İndi gəl birbaşa 59 ilə 60 yazaq. Bir nömrəli sınaq şüşəsində dedik, sirkə aldehididir. Bax, sirkə aldehidi CH3, CO, deməli H-dır. Bunun mis 2 hidroksidlə reaksiyasından nə alınır uşaqlar? Alınır turşu, CH3, COOH, üzərinə gəlsin mis 2 oksid, üzərinə gəlsin H2O. Mis 2-dir, bura 1-2 yazdıq. Hidrogen 4 oldu, bura 1-2 yazdıq. Yazdıq və əmsallaşdırdıq. Bax, qırmızı rəng budur. Qırmızı rəng budur. Göy rəngdə qırmızı rəngə keçid. 59-cu sualın cavabı budur. 60. 4 mol natrium OH məlumatı miqdarda xlorid turşusu reaksiyasında neçə mol əmələ gələr? Gəl reaksiyanı yazaq. Mis xlor 2 idi. Bunun üzərinə natrium OH gəldi. Duzla əsas olaraq reaksiya girər ki, hər iki suda həll olan olsun. Nəticədə çöküntü alınsın. Bu çöküntüdür. Alındı buradan natrium xlor. Elə xlor 2-dir. Bura 1-2 yazdıq. Natrium 2-dir. Bura 1-2 yazdıq. İndi neçə mol X maddəsi? X maddəsi də budur. Bunun 4 molundan X mol X maddəsi alınırsa, 2 molundan 1 mol, buradan da X, lap X yazmayaq, qarışdırmayaq. A mol yazaq. A molundan da 4 bölünsün 2, yəni 2 mol X maddəsi, X maddəsi alınır. Şükür, bunu da bitirdik.